Onlayn qeydiyyatdan keçmək üçün əvvəlcə IDP-nin saytına IDP Book yazaraq daxil olmalıyıq. Burada bizə uyğun modulu və formatı seçirik. Akademik, məsələn, computer based və qarşımıza imtahan tarixlərinin cədvəli açılır. Məsələn, ayın 6-sı 14:30 sessiyası var. Açılan saytda detallarımızla tanış oluruq. 14:30, ayın 6-sı 11:20 speaking davam edirik. Növbəti səhifədə artıq hesabımızı yaratmalıyıq. Bunun üçün bizə birinci e-mail ünvanımız lazımdır. E-mailimizi yazırıq. Bu bizim qeydiyyat e-mailimiz olacaq və imtahan detalları bu e-mailə göndəriləcək. İndi isə şifrə təyin etməliyik. Şifrə üçün ən azı 8 hərf və ya rəqəmdən ibarət kombinasiya istifadə etmək lazımdır. Burada ən azı bir böyük hərf, bir balaca hərf və bir işarə olmalıdır, yəni simvol olmalıdır. İndi isə hesabımızı yaratmaq üçün detallarımızı daxil edirik. Kişi, qadın seçirik. Ad və soyad. Bunlar hamısı ingilis əlifbasında və ingiliscə olmalıdır. Təhsil, nə qədər ingilislə məşğul olmuşuq. Ana dili, Azərbaycan dili, telefon nömrəsi üçün Azərbaycan telefon nömrəmizi yazırıq. Burada isə şəxsiyyət və ya pasport detalları, şəxsiyyət AA və ya AZ ilə başlayan seriya nömrəsi yazılmalıdır. Pasport isə C ilə başlayan nömrə yazılmalıdır. Bizdə AZ-dir, AZ yazırıq. Şəxsiyyətə görə vətəndaşlıq, Azərbaycan, tip National Identity, yəni şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin üzərindəki son istifadə müddəti. Bu hissədə isə verilən orqan yazırıq, asan xidmət. Bir daha detallarımızı burada yoxlayırıq. İmtahan detallarımız, şəxsi detallarımız və burada imtahan qaydalarına tanış olmaq lazımdır. Növbəti mərhələyə keçmək üçün IELTS imtahanının ümumi qaydalarıdır. Qaydalarla tanış oluruq. Sonradan davam edib ödəniş hissəsinə keçəcəyik. Bu hissədə ödəniş variantını seçirik. İki ödəniş variantı var. Birincisi onlayndır. Onlayn üçün bu linkdən istifadə edə bilərik. Link kopyalayıb növbəti səhifədə açırıq. Onlayn ödəniş etmək istəmiriksə, burada offline ödəniş və ya cash ödəniş vasitəsini seçə bilərik. Bundan sonra rezerv hissəsinə daxil oluruq qeydiyyatımızı bitirmək üçün. İndi isə detallarımızı tamamlamaq lazımdır. Bunun üçün əvvəlki səhifəyə qayıdıq. Burada My Test hissəsinə daxil olacaq. Burada imtahan detallarımızı görürük. Speaking vaxtı, günü, saatı və Update Details hissəsinə daxil oluruq. Detallarımızı yenidən yoxlamaq üçün və burada bizdən şəxsiyyət vəsiqəmizin şəklini soruşur. Hər iki tərəfin şəkli yüklənməlidir. Bir fayl şəklində və növbəti hissə isə adres detalları yazılmalıdır. Qarşısında ulduz olan detallar hamısı doldurulmalıdır. Bundan sonra IELTS information hissəsi, ana dili, Azərbaycan dili, nə üçün IELTS imtahanı veririk və burada confirm update dedikdən sonra artıq qeydiyyatımız bitmiş sayılır və yenidən My Account hissəsinə daxil olub detallarımıza baxa bilərik. İmtahan tarixini və s. burada görürük.